Salam hörmətli izləyicilər. Bugün Yeni Günəşli qəsəbəsi D yaşayış sahəsi 15 mərtəbəli yeni tikili binanın 12-ci mərtəbəsində qanuni 3 otaqlı 4-ə düzəlmə tam təmirli mənzili təqdim edirəm. Hal-hazırda mənzilin qonaq otağı hissəsindəyik. Qonaq otağı qarşı tərəfdən vitraj pəncərə ilə təchiz olunub. Birbaşa şəhər istiqamətinə gözəl panorama açılır. Mənzilin ümumi sahəsi 94 kvadrat metrdir. Sənəd çıxarışdır, yəni kupça, ipotekaya yararlı mənzildir. Mənzil yelçəkən layihəlidir, hər iki tərəfə baxışı var. Bu isə mənzilin birinci yataq otağıdır. Mənzilin istilik sistemi kombidir, qaz, su, işıq binada fasiləsizdir. Əlavə olaraq kompleksin geniş həyəti, uşaqlar üçün oyun meydançası, 2 mərtəbəli yeraltı qarajı var. Blok daxilində 2 sürətli Sigma lifti quraşdırılıb. Həyət 7/24 mühafizə olunur. Bu isə mənzilin giriş qapısıdır. Giriş qapısına mənzilə daxil olan kimi sağ tərəfdə dəhliz dolabı yığılıb. Bura mənzilin növbəti yataq otağıdır. Bu otaqda müəyyən qədər layihə dəyişikliyi edilib. Otaq 2 hissəyə ayrılıb. Uşaqlar üçün kiçik otaqlar düzəldilib. Həmçinin bu otağın qarşısında da mənzilin ümumi sahəsinə qatılmayan açıq eyvan var. Mənzil yelçəkən layihəlidir, yəni hər iki tərəfə baxışı var. Həm binanın ön tərəfinə, həm də binanın arxa hissəsinə. Sanuzel qovşaqları mənzildə ayrı-ayrılıqda yerləşir. Bu isə mənzilin hamam otağı hissəsidir. Bütün aksesuarlar quraşdırılıb. Bura isə mənzilin sanitar qovşağı hissəsidir. Burada da bütün aksesuarlar quraşdırılıb. Keçək mətbəx hissə ilə tanış olaq. Bura mənzilin mətbəx hissəsidir. Mətbəxin qarşısında mənzilin ümumi sahəsinə qatılmayan açıq eyvan var. Bir daha məlumatları qeyd edim. Mənzil yerləşir 15 mərtəbəli yeni tikili binanın 12-ci mərtəbəsində. Qanuni 3 otaqlı mənzildir, 4-ə düzəldilib. Sənəd çıxarışdır, yəni kupça. İlkin başlanğıc qiymət 185 min manatdır. Qiymətdə müəyyən qədər razılaşma olacaq.